Hər kəsə salam. Bugünkü təhlilimizdə çox maraqlı, bəlkə də bir o qədər də gizli qalan bir mövzuya, ölkənin iqtisadi sabitliyini quran o möhtəşəm memarlıq prosesinə, yəni Mərkəzi Bankın fəaliyyətinə baş vuracağıq. Təsəvvür edin ki, hər bir möhkəm, göydələn kimi bina sarsılmaz bir bünövrəyə ehtiyac duyur. Düzdür, iqtisadiyyatımız da tam olaraq belədir və bu sabitliyin əsas memarı məhz Mərkəzi Bankdır. Gəlin bu memarlığın sirlərini birlikdə açaq. Qısaca olaraq bugünkü xəritəmizə nəzər salaq. Biz hər şeyi təməldən, yəni makroiqtisadi sabitliyin bünövrəsindən başlayacağıq. Daha sonra Mərkəzi Bankın nə üçün müstəqil olmalı olduğunu, əlindəki o güclü pul siyasəti alətlərini və valyuta məzənnəsini necə tənzimlədiyini müzakirə edəcəyik. Sonda isə birbaşa Azərbaycanın öz iqtisadi çərçivəsinə, inflyasiya hədəflərinə baxacağıq. Qlobal nəzəriyyələrdən birbaşa cibimizə təsir edən mexanizmlərə doğru çox maraqlı bir yolçuluq bizi gözləyir. Beləliklə, birinci hissə, makroiqtisadi sabitliyin bünövrəsi. Binanın tam və bəzəkli halına heyran qalmazdan əvvəl, təbii ki, onun çertyojlarına, yəni əsas layihəsinə baxmalıyıq. Pul siyasəti rejimi əslində bu binanın ən dərin təməlidir. Bu təməl nə üçün lazımdır? Qiymət sabitliyi və makroiqtisadi tarazlığı təmin etmək üçün. Bilirsiniz, inflyasiyanın idarə edilməsindən tutmuş valyuta siyasətinə qədər hər şey burada birləşir. Məhz bu çərçivə sayəsində iqtisadiyyatımız xaosa sürüklənmədən olduqca ahəngdar bir şəkildə fəaliyyət göstərir. Gəldik ikinci məsələyə. Mərkəzi Bankın müstəqilliyi. Və ya biz buna binanın yük daşıyan sütunları da deyə bilərik. Çünki güclü bünövrənin üzərində sarsılmaz sütunlar olmalıdır. İqtisadi fırtınalara və təzyiqlərə tab gətirmək üçün tam 4 vacib sütun var. Birinci sütun institusional müstəqillikdir, yəni qərarların hökumətin birbaşa təsiri olmadan verilməsi. İkincisi, öz resurslarını idarə edə bilmək, yəni maliyyə müstəqilliyidir. Üçüncüsü, Mərkəzi Bankın vəziyyətə uyğun ən yaxşı aləti sərbəst seçə bilməsidir, yəni əməliyyat müstəqilliyi. Dördüncüsü isə məqsəd müstəqilliyidir, hədəfləri bankın özünün müəyyən etməsidir. Bunlardan biri belə çökərsə, sistem zəifləyər. Bəs kimsə soruşa bilər ki, axı bu müstəqillik nəyə lazımdır? Təkcə nəzəriyyə üçün? Qətiyyən. Real həyatda bu inflyasiyanı aşağı səviyyədə boğur, uzun müddətli sabitlik yaradır və ən əsası investorların ölkəyə güvənməsinə səbəb olur. Misal üçün, Azərbaycan Mərkəzi Bankı 1992-ci ildə məhz bu güclü hüquqi mandatla, yəni qiymət sabitliyini hər şeydən üstün tutmaq öhdəliyi ilə yaradılıb. Yaxşı, bünövrə sağlamdır, sütunlar möhkəmdir. İndi isə keçək üçüncü hissəyə. Daxildəki mühiti, temperaturu idarə etmək üçün memarın otağındakı rıçaqlara, yəni Mərkəzi Bankın pul siyasəti alətlərinə. İlk və çox güclü alətimiz – məcburi ehtiyat norması. Adı biraz qəliz ola bilər, amma məntiqi çox sadədir. Bu, kommersiya banklarının toxunulmaz şəkildə Mərkəzi Bankda saxlamalı olduğu minimum pul məbləğidir. Deməli, Mərkəzi Bank sadəcə bu tələbi artırıb azaltmaqla sizin və mənim kimi insanların biznesinə, real iqtisadiyyata kredit kimi nə qədər pulun axacağını birbaşa kontrol edir. Mükəmməldir, elə deyilmi? İkinci əsas rıçaq isə uçot dərəcəsidir. Bunu yəqin ki, xəbərlərdə tez-tez eşidirsiniz. Praktiki dillə izah etsək, bu sizin ev və ya biznes krediti almağınızın nə qədər ucuz və ya baha başa gələcəyini diktə edir. İqtisadiyyat ləngiyəndə onu stimullaşdırmaq, həddindən artıq istilənib inflyasiya yaradanda isə onu soyutmaq üçün bu əsl kütləvi tənzimləyici rıçaqdır. Təbii ki, bu proses sadəcə iki düymə ilə işləmir. Onlar sistemi daim incə şəkildə tənzimləyirlər. Açıq bazar əməliyyatları ilə qiymətli kağızları alıb satır, daimi əməliyyatlarla isə qısa müddətli likvidliyi təmin edirlər ki, pul kütləsi iqtisadiyyatda hər zaman ideal bir balansda qalsın. Dördüncü hissədə diqqətimizi çölə yönəldirik. Valyuta məzənnəsinin idarə edilməsi. Buna mən binanın amortizatorları deyərdim. Çünki çöldə, qlobal iqtisadiyyatda həmişə fırtınalar olur və Mərkəzi Bank bizi bu şoklardan qorumalıdır. Burada çox çətin bir dilemma ortaya çıxır. Bir tərəfdə qeyri-müəyyənliyi yox edən, qiymət sabitliyini gətirən sabit məzənnə var, amma bu, Mərkəzi Bankın əl-qolunu bağlayır. Digər tərəfdə isə iqtisadi şokları özünə çəkən üzən məzənnə dayanır. Bunun da problemi odur ki, valyuta çox kəskin oynayaraq yüksək volatillik yaradır. Seçim etmək heç də asan deyil. Bəs Azərbaycan nə edib? Çox maraqlıdır ki, biz burada hibrid bir yol, qızıl orta seçmişik. Biz buna idarə olunan üzən rejim deyirik. Yəni, məzənnəni əsas etibarilə bazar tənzimləyir. Amma qəfil və zərərli dalğalanmalar olarsa, Mərkəzi Bank bir növ xilasedici kimi dərhal müdaxilə edərək vəziyyəti sabitləşdirir. 5-ci addım. İnflyasiya hədəfinə doğru. Memarlarımız təkcə kənar şoklara cavab verməklə kifayətlənmirlər.
Onlar iqlimi tam özləri istədikləri kimi yaratmaq üçün çox proaktiv bir yanaşma olan inflyasiya hədəflənməsindən istifadə edirlər. Ancaq bir səhər yuxudan oyanıb, mənim inflyasiya hədəfim filan rəqəmdir deyə bilməzsiniz. Bunun üçün sərt bir pilləkən çıxmalısınız. Hər şey həmin o tam müstəqillikdən başlayır. Ardınca inkişaf etmiş maliyyə bazarları gəlir. Super dəqiq statistik məlumatlar toplanır və nəhayət hər kəsin güvəndiyi güclü bir monetar siyasət formalaşır. Bunlar olmadan hədəfləmə mümkün deyil. Hal-hazırda isə Azərbaycan məhz bu mürəkkəb hədəfləmə rejiminə doğru bir keçid dövrünü yaşayır. Bu, çox həssas və mərhələli bir prosesdir. Hazırda əsas idarə etmə vasitəsi kimi uçot dərəcəsindən istifadə olunur və Mərkəzi Bank əvvəlkindən qat-qat çox kommunikasiya və şəffaflıq nümayiş etdirir. Nəhayət gəldik 6-cı hissəyə. Bütün nəzəriyyəni, tarixi və alətləri kənara qoyaq və düz qarşımızdakı real mənzərəyə, Azərbaycanın cari makroiqtisadi çərçivəsinə baxaq. Yəni, əsl idarə etmə panelinə. Və burada yadda saxlamanız lazım olan sehirli bir rəqəm var. 4% plus minus 2%. Bugün Azərbaycanın orta müddətli inflyasiya hədəfi məhz budur. Mərkəzi Bankın atdığı hər bir addım, çəkdiyi hər bir rıçaq məhz rəqəmləri bu çərçivə daxilində tutmaq üçündür. Bütün öyrəndiklərimizi xülasə etsək, bugünkü vəziyyət belədir. İdarə olunan üzən məzənnə, effektiv faiz dərəcəsi siyasəti və bu vacib 4%lik inflyasiya hədəfinə tərəf inamlı keçid. Baxın, bütün bu mexanizmlər birlikdə Azərbaycanın sarsılmaz iqtisadi qalxanını yaradır. Yekunda isə sizdən sadəcə bir şey düşünməyinizi istəyirəm. Əgər Mərkəzi Bank doğrudan da bu iqtisadi sabitliyin memarıdırsa, o zaman bu gözə görünməz mexanizmlər sizin gündəlik həyatınıza, maaşınıza, alış-verişinizə necə təsir edir? Unutmayın ki, o qapalı qapılar arxasında qəbul edilən qərarlar elə bu an sizin cibinizdəki pulun dəyərinin ən böyük və yeganə qarantıdır. İzlədiyiniz üçün təşəkkürlər, hər zaman maraqla araşdırmağa davam edin